Bugün siz üçün sadə bir video çəkmək istədim. Bəlkə nəsə faydalı oldu. Burada mən göstərirəm ki, oğlumu necə heç vaxt yormuram, ağır və iş daşımağa icazə vermirəm, həmişə əl üstündə gəzdirirəm. Mütləq kitab mağazasına girdik. Uşağım üçün kitab seçməyi ümumiyyətlə çox sevirəm. Səhifələri çevirmək, şəkillərə baxmaq, yatmazdan əvvəl kitab oxumaq, nağıl oxumaq onun üçün mən üçün çox dəyərlidir. Nədənsə ana olandan sonra uşağa alınan şeylər səni özünə alınan şeylərdən daha çox xoşbəxt edir. Bilmirəm sizdə də belədir. Əsasən də kitablar məni çox xoşbəxt edir. Günün sonunda biraz Ağşəhərdə gəzib evə qayıtdıq. Belə videolar siz üçün maraqlıdırsa, mütləq bildirin. Burada sizə seçib aldığım kitabları göstərirəm. Bəlkə siz üçün də faydalı oldu. Belə bir nağıl kitabları. Mənim oğlum çox sevir. Əgər istəyirsinizsə, hətta sizə bütün kitablarımızı çəkib göstərə bilərəm.